Qlaukoma xəstələri kontrol vaxtlarını gecikdirərsə nə olar? Əvvəlki videolarda demişdik, bəlli bir sıxlıqda kontrollarımız olmalıdır. Hər şey əla olsa belə ən gecə 6 aydan bir həkim kontrolunda olmalıdırlar. Kontrolun məqsədi, birinci ana məqsəd, bizim istifadə etdiyimiz dərmanlar bir müddətdən sonra orqanizmdə adaptasiya əmələ gətirəcək. Yəni, orqanizm əvvəlki kimi reaksiya verməyəcək. Yəni, dərman əvvəllər verdiyi qədər effektiv olmaya bilir. Ona görə bu xəstələr mütəmadi kontrol altında olmalıdırlar ki, bədənin dərmana alışma, adaptasiya eləmə periyodunun nə vaxt olacağını biz əvvəlcədən bilə bilmirik, proqnozlaşdıra bilmirik. Çünki bu, hər kəs üçün individualdır. Görək, doğrudan da dərman əvvəlki effektivliyini qoruyub saxlaya bilibmi? Yəni, istədiyimiz gözdaxili təzyiq səviyyəsində təzyiqimiz qalıbmı? Bəzən ola bilir ki, başda 14-15 təzyiqlə yola saldığımız xəstə 6 ay sonra 18-19 təzyiqlə üstümüzə geri qayıda bilir. Və belə olan hallarda da mütləq dərmanın dozası, ya sıxlığı, ya sayı, ya yanına əlavə alternativ kombinə olunmuş dərman qoşa bilirik. İkinci bir hal, qlaukomadan əlavə başqa ikincili bir xəstəlik qoşula bilər. Katarakta qoşula bilər, göz daxili problemlər qoşula bilər. Orqanizmin özünə aid bir problem qoşula bilər. Xəstədə iltihabi bir proses olar, revmatizm əmələ gələr, böyrək problemləri olar, başqa bir müalicələr alar. O müalicə nəticəsində istifadə olunan dərmanlar göz daxili təzyiqini yüksəyə qaldırar. Damcı istifadə etdiyimiz halda və ya hətta bəzən xəstələrdə çox nadir olur, amma belə bir şey olur. Qlaukomanın çoxlu növləri var. Biz nə demişdik? Bir dənəsi, misal üçün, psevdoeksfoliativ qlaukoma. Xəstə psevdoeksfoliativ qlaukomadan müalicə alır və bu qlaukomanın yanına əlavə ikincili bir qlaukoma növü, hissəvi qapalı bucaqlı qlaukoma qoşula bilir. Yəni, bu şeyləri nəzərdən qaçırtmamaqdan ötürü mütləq mütəmadi kontrol olunmalıdır. Xəstələrin yanıldığı nöqtələrdən biri dərman tökdük, gəldi, kontrol olundu, təzyiq normaya düşdü, xəstə gedir, 3 il sonra gəlir. Haradaydınız? Onsa dərman tökürəm də, ay doktor. Xeyr, dərmanı töksəniz belə, nə vaxtsa da dərman effektivliyini itirə bilər və ona görə mütləq hər 6 aydan bir mütləq göz həkiminə gedib təzyiq baxımından kontrol olmalıdırlar.